Salam hər kəsə. Azərbaycanın çayları ilə bağlı vacib əsas məqamlara baxacağıq bu videoda. Qeyd etmək lazımdır ki, Azərbaycanın çaylarının hamısı qapalı axar sövsə, yəni Xəzərə tökülür, amma Kürə, Araza və Xəzərə tökülən çaylar olaraq da bölünür. İndi başlayaq Böyük Qafqazın şimal-şərq çayları. Bu çayları sırayla öyrənmək lazımdır. Samur, Qusar, Qudyal, Qaraçay, Vəlvələ çay, Şabran çay, Gilgil çay, Ataçay. Yadda saxlamaq üçün belə deyə bilərsiniz. Samur onsuz da Rusiya ilə sərhəddə olan tranzit çaydır. Yəni transsərhəd həm də, yəni həm tranzitdir, başqa ölkədən gəlir, həm də sərhəddən axır. Mənsəbi Rusiya və Azərbaycan arasında yerləşir və daha sonra 3 dənə Q hərfi, Qusar çay, Qudyal çay, Qaraçay, sonra isə Vəlvələni zəlzələ kimi düşünün. Vəlvələ, Şabran, Gildədir, Ata deyərək yadda saxlaya bilərsiniz. Bunlar hamısının mənsəbi Xəzər dənizidir və Samur, Qusal, Qudyal çayları qar, buzlaq, xüsusilə əsas buzlaq suları ilə qidalanır deyirik. Ona görə də yayda bol sulu olurlar. Digərləri isə əsas yağış suları ilə qidalanır və bu çaylar iki tektonik zonadan axırlar. Böyük Qafqaz tektonik qalxması və Ön Qafqaz çökməsi. Daha sonra Dəvəçi çayı var burada, Şabran çayının yanında və bu Dəvəçi çayı birbaşa Az-Birsala gölünə tökülür. O da laqum mənşəli göldür. Bu çaylar kanyonvari dərələr yaradır. Niyə? Çünki dağdan başlayır və yumşaq suxurlar var. Ona görə Vəlvələ çay üzərində isə Afruza şəlaləsi var. Daha sonra keçirik Qobustan Abşeron çaylarına. Bu çaylar haqqında ən vacib məqam, o testə ən çox da düşən odur ki, yayda quruyan çaylardır. Hətta bunu Avstraliyanın kriklərinə bənzər olaraq verirlər. Yayda quruyur. Niyə yayda quruyur? Çünki yayı quraq keçən yarımsəhra quru çöl iqlimində yerləşir bu ərazi. Ona görə də deməli yayda çox quraq olduğuna görə və bunlar da əsas yağış suyu ilə qidalandığına görə yayda quruyurlar. Deməli yağışla qidalanırlar dedik. Ceyran keçməz 98% yağışla qidalanır. Burada Sumqayıt çayı, Ceyran keçməz Pirsaat çaylarıdır. Burada həmçinin bir Sal çayı da var. Bunlar da Xəzər hissəsinə, Xəzərə tökülür. Pirsaat çayı Azərbaycan daxilində formalaşan ən uzun çaydır. 202 kilometrdir. Daha sonra Tərtər çayıdır, 200 kilometr. Daha sonra isə Sumqayıt çayı gəlir, 198 kilometr. Sumqayıt çayı bir tektonik zonadan axan çaydır. Belə çaylarımız o qədər də çox deyil. Bu Böyük Qafqaz tektonik qalxmasından axır. Bir də Ordubad çayı qeyd eləyəcəyik. Daha sonra Pirsaat çayı əslində hal-hazırda dərəsi dənizə qədər gəlib çıxır. Amma Hacıqabulda yaradılan Pirsaat çay su anbarına görə artıq suyu gəlib Xəzərə tam tökülə bilmir. Bunlar həmçinin palçıqlı sellər yaradır. Nəyə görə palçıqlı sellər yaradır? Həmçinin biz palçıqlı sellərə Ceyrançöl, Acınoxor və Naxçıvanı da qeyd edəcəyik. Çünki orada meşə yox dərəcəsindədir, yəni çox azdır. Ağaclar olmadığına görə və gilli suxurlar olduğuna görə yağış yağan dövrdə həmin o gil yuyulur və palçıqlı sellər yaradır. Keçirik Şirvan çaylarına. Şirvan çayları Kür çayının sol qollarıdır. Əlican çay, Türyan çay, Göy çay, Girdiman çay, Ağsu çay. Bunu da sırayla belə bilmək lazımdır. Deməli, bunlar böyük gətirmə konusu yaradır. Bilirik ki, gətirmə konusu dağdan düzənliyə keçən yerdə olur. Bu da Böyük Qafqaz dağlarından başlayıb Kür çöhlüyünə doğru getdiyinə görə Şirvan düzündə böyük gətirmə konusu yaradırlar. Həmçinin bunlar əsas yeraltı su və yağış suları ilə qidalanırlar. Yay aylarında intensiv suvarma səbəbindən kürə çatmırlar və bu cümləni mütləq şəkildə yadda saxlayın. Bunlar həm dedik Kürün sol qollarıdır. İki fiziki coğrafi vilayətdən axırlar, Böyük Qafqaz və Kür çökəkliyi. Daha sonra Göy çay və Girdiman çayı başlayır Babadağdan, Türyan çayı isə başlayır deməli Tufan dağdan. Həmçinin Türyan çayının burada iki əsas qolu var, Dəmiraparan çayı və Tikanlı çay. Daha sonra Əlcan çayının mənsəbi yerləşir Yevlax rayonunda, Türyan çayının mənsəbi yerləşir Ağdaş rayonunda, Göy çayının mənsəbi Zərdabdadır. Daha sonra Girdiman çayı və Ağsu çayı isə mənsəbi Kürdəmir ərazisində yerləşir. Dedik əsas yeraltı su və yağış suları ilə qidalanırlar. Böyük Qafqazın cənub yamaç çaylarına baxırıq. Bunlar Böyük Qafqaz dağlarından başlayıb Qanı-Xəri çayda əsas töküldüyünə görə burada böyük gətirmə konusu yaradırlar. Yenə dağdan düzənliyə keçmə məsələsi var burada. Zaqatala, Allahıc və Qanı-Xəri çay vadisindən axırlar. Sərhəddə yerləşən Mazım çay, Qanıq və Qabırını qeyd etmək lazımdır burada. Deməli, Mazım çaydır, Qanıqdır, Qabırıdır. Bunlar sərhədlə axan çaylardır. Mazım çay, Balakənd çay, Katex çay, Qara çayın digər adı Muxaq çaydır, Kürmük çay. Bunlar tökülür Qanıq çayına, Qanıq gəlib tökülür Kürə. Deməli, Kürün birinci dərəcəli qolu burada Qanıqdır. İkinci dərəcəli qolu isə bu Mazım, Balakənd, Katex, Qara, Kürmük çaydır və Əyri çaydır. Əyri çay Azərbaycanda qərbə doğru axan yeganə çaydır. Ona görə də elə adı Əyri çaydır. Və Əyri çaya tökülür Çiş çay, Şin çay, Daş Ağıl çay. Çiş, Şin, Daş Ağıl çay. Bu çaylar Əyri çayın qollarıdır.
Və Ərçay üzərində həmçinin Ərçay su anbarı var. Deməli, Kürün birinci dərəcəli olur burada qolu Qanıq, ikinci dərəcəli Əyriçay, üçüncü dərəcəli isə Kiş, Şin, Daşağıl çayları olur. Qanıq qabırı həmçinin Mingəçevir su anbarına tökülür. Bunların hamısını dedik. Bunlar həm də daşlı palçıqlı selli çaylardır. Daha sonra əsas yeraltı sularla qidalanırlar və deməli əsas məlumatların hamısını dedik. Daha sonra keçirik Kiçik Qafqazın şimal-şərq yamaç çaylarına. Burada ən əsas bilmək lazımdır ki, bunlar Kürün sağ qollarıdır. Ümumiyyətlə sağ və sol qolu bilmək üçün nəyi bilmək lazımdır? Çay hansı istiqamətdə axırsa, o istiqamətdə dayanırsınız. Sağ tərəfinizdə olan qollar sağ qoldur, solda olan sol qollardır. Burada da baxaq, başlayır burada İncəsu, Ağstafa çay, Həsənsu, Tovuz çay. Bunlar dörddə tranzitdir, Ermənistan ərazisindən gəlir. Ağstafa çay üzərində Ağstafa çay su anbarı var. Həmçinin Tovuzda Xatınlı su anbarı var idi. Daha sonra sıralamaya baxaq. İncəsu, Ağstafa çay, Həsənsu, Tovuz çay, Zəyəm çay, Şəmkir çay, Qoşqar çay, Gəncə çay. Sanki hər rayonun arasına başqa bir çay girib. Məsələn, Ağstafa çaydan sonra Həsənsu, sonra Tovuz çay. Tovuzdan sonra Zəyəm, sonra Şəmkir. Şəmkirdən sonra Qoşqar, sonra Gəncə çay və Kürək çay. Deməli, bu çaylar dedik Kürün sağ qollarıdır. Həmçinin Zəyəm və Şəmkir çay tökülür Şəmkir su anbarına. Qoşqar çay isə Azərbaycan daxilində yaranan ən çox çişlənmiş çaydır. Çünki Daşkəsənin dağ-mədən kombinatının tullantıları buna atılır ona görə. Həmçinin burada Maral göldən Göygöl axan Ağsu çayı da var. Daha sonra bir dəqiqə. Əsas qidalı mənbələri də yağış sularıdır. Daha sonra Kiçik Qafqazın cənub-şərq yamaç çaylarına baxırıq. Yəni vulkanik yayla və Qarabağ silsiləsinin çayları. Ən əsas Tərtər çayı bilmək lazımdır. Çünki bu Gəlinqayadan başlayır, 3335 metrdən başlayır və Kəlbəcər, Ağdərə, Tərtər və Bərdə rayonlarından axır. Üzərində su qovuşan Sərsəng su anbarları var. Sərsəng həm də su elektrik stansiyasıdır və əsas qidası Tərtər çayının yeraltı sudur 71%. Daha sonra burada həmçinin Xaçın çayı axır. Xaçın çayı isə deməli, Ağdərə, Ağdam və Bərdədən axır və bunun üzərində inadlı su anbarı var. Daha sonra isə bir dəqiqə. Qarqar çayı və Köndələn çayı burada bilmək lazımdır. Bu zonanın çayları dedik ki, əsas yeraltı su ilə qidalanır, düzdürmü? Amma burada bir istisna var. Qarqar çayı və Köndələn çayı yağış suyu ilə qidalanır. Qarqar çayı deməli axır Şuşa, Xankəndi, Ağdam və Ağcabəddən, Köndələn isə Xocavənd və Füzuli rayonlarından axır. Həmçinin burada Kürün sol qollarından danışacağıq. Kürün sol qolları burada Bəsit çay, Oxçu çay, Həkəri və Köndələn çayıdır. Bəsit çay, Oxçu çay Ermənistandan gəlir. Oxçu çay tranzit ən çox çişlənmiş çay hesab olunur. Həkərinin burada qolu var, Bərgüşad, digər adı Bazar çayıdır. Bu isə Həkərinin sağ qoludur. Həkərinin yuxarıda həmçinin Hocasu, Şəlvə kimi qolları da vardır. Daha sonra bu zonanın çaylarının əsas yeraltı suyun qidalanmasına səbəb də burada olan vulkanik bazalt süxurların olmasıdır. O deməli suyu biraz çətin keçirdiyinə görə üst qatda daha çox toplanır sular, ona görə də yeraltı sularına qidalanır buradakı çaylar. Daha sonra Naxçıvan çaylarına baxırıq. Bunlar da Arazın sol qollarıdır. Arpa çayıdır, Naxçıvan çay, Əlincə çay, Gilan çay və Ordubad çayıdır. Deməli bilmək lazımdır ki, Arpa çay üzərində Arpa çay su anbarı var, Naxçıvan çay üzərində Heydər Əliyev, Araz üzərində Araz su qovşağıdır. Bu Əlincəni Əlicandan ayırmaq üçün yadda saxlayın ki, Naxçıvanda Əlincə qalası var idi, tarixdən keçmisiniz. Əlincə çayı da elə buradadır. Gilan çayı burada istisnadır ki, Qarabuzlaq suları ilə qidalanır. Ümumiyyətlə Naxçıvanın çayları əsas yeraltı sudur. Bir dənə burada Gilan çayıdır ki, Qarabuzlaq suları ilə qidalanır. Ordubad çayı isə bir fiziki coğrafi rayondan, daha doğrusu bir tektonik zonadan keçir. Yəni yalnız Kiçik Qafqaz. Biz demişdik ki, burada Gülüstan, Yayçı, Ordubad düzləri var. Bu Gülüstan, Yayçı, Ordubad düzləri Kiçik Qafqaz tektonik qalxmasına aid edir.